Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Biznes TV-də yayınlanan inşaatçılar verilişindən hər birinizi salamlayırıq. Bugün tikinti və interyer sayəsində ən çox maraq doğuran mövzulardan birini müzakirə edəcəyik. Divar kağızları və boyaların düzgün seçimi və təyinatı. Çünki düzgün seçim həm estetik görünüş, həm də uzun ömürlük və keyfiyyət deməkdir. Vaxt itirmədən qonaqlarımızı təqdim etmək istəyirəm. Studiyamızın qonaqları Tikkurila Marburg mağazalar şəbəkəsinin boya üzrə mütəxəssisi Pərviz Məmmədov. Pərviz bəy, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Və digər qonağımız Tikkurila Marburg mağazalar şəbəkəsinin divar kağızları üzrə mütəxəssis Şahin Mürsalov buradadır. Xoş gəlmisiniz. Xoş gördük. Əsas məsələ ilə ümumi sualla başlayaq, sonra təbii ki mövzular açılacaq. Seçim etdiyimiz zaman divar kağızları mı, yoxsa boya mı seçməyə lazımdır? Hansı meyarlara əsasən ümumiyyətlə biz seçim etməliyik? Təbii ki, o bizə verilən, belə deyək də, ən çox suallardan biridir. Bəli. Yəni, burada seçim müştərinin zövqünə dayanır. Biz boya mütəxəssisi olaraq biz boyanı nə qədər tərifləsək də, müştərinin əgər qəlbində seçimi divar kağızı vurmaqdırsa, onun fikrindən döndərmək çətin məsələdir. Aha. Amma qaldı təmir aparan, deyək ki, tərəf bizlə məsləhətləşirsə, biz orada tövsiyələrimizi veririk. Binanın vəziyyəti, hündür mərtəbəlidirmi, yer evidirmi? Yəni, burada boya vurulacaqsa hansı problemlərlə qarşılaşa bilər? Deyək ki, divar kağızı vursa hansı problemlərlə qarşılaşa bilər? Yəni, bunlar qarşılıqlı müzakirə olunduqdan sonra artıq qarşı tərəf özü qərarını verir. Yəni, hər iki tərəfi dinlədikdən sonra həm boya mütəxəssislərini, həm divar kağızı mütəxəssislərinin, ondan sonra özü son qərarını verir ki, hansının üzərində dayanırıq. Amma belə ümumən region olaraq biz Qafqaz xalqları, yəni adətən həmişə biz divar kağızına meyilli olmuşuq. Son zamanlar bu son belə deyək də 15 ildə artıq boya üstünlüyü hiss olunur bazarda, yəni dizaynerlərin təmirlərində bu müşahidə olunur. İndi Şahin bəyin də fikirlərini almaq istəyirəm ki, bununla bağlı ümumiyyətlə seçim etdiyimiz zaman. Düzdür, indi mən belə sual yönləndirirəm, siz boya üzrə mütəxəssissiniz, siz divar kağızı üzrə, yəqin ki, öz sahəniz üzrə gedəcəksiniz ki, daha yaxşı, indi Şahin bəy deyəcək divar kağızıdır, bəlkə də siz deyəcəksiniz boyadır. İndi Şahin bəyin də qısa bir fikrini alaq, sonra onun ardını gətirəcəm mən. Mən bu seçimlə bağlı Pərviz bəylə razıyam. Burada seçim müştərinin zövqündən asılı olaraq dəyişir. Divar kağızı seçən müştəri heç bir halda boya və yaxud da əks halda boya seçən divar kağızının heç bir halda divar kağızının bəyəndirmək olmaz. Düzdür, boya tipli divar kağızları var. İndi o barədə ətraflı danışarıq irəliləyən dəqiqələrdə. Hər bir halda bu məsələ %100 müştərinin öz zövqündən asılı olaraq dəyişir. Yaxşı, bunun bəs müsbət və mənfi tərəflərinə toxunsaq, indi bununla bağlı efirdən əvvəl də müzakirə aparırdıq. Bir dostumuz dedi ki, boya daha yaxşı seçimdir. Məsələn, silinə bilən boyalar var, yuyula bilən boyalar var, bunları da qeyd edəcəyik. Amma deyir ki, məsələn, bir az yaşlı uşaq varsa evdə, boya üzərində onu ləkələdiyi zaman onu rahat silməyi, təmizləmək olur. Amma bu divar kağızını gedir cırır, divar kağızının üzərini yazır. Burada artıq divar kağızını təzən sən yenidən bərpa etmək üçün onu oradan qopartmalısan, yenidən bərpa etməlisən. Yəni deyir ki, mən sual verdim ki, ümumiyyətlə divar kağızının bir müsbəti var. İndi o mütəxəssis deyil. Sadəcə belə ünsiyyətdə idi. Dedi ki, mənə görə heç bir müsbəti yoxdur. Divar kağızının bir müsbəti varmı? Yəni o sizin yaxınınız adam çox güman ki, bizlə tanış deyil, ona görə ya da divar kağızları ilə ümumiyyətlə maraqlanmayıb. Divar kağızlarının müsbət cəhəti çoxdur. Məsələn? Birinci növbədə davamlılıq məsələsi. Divar kağızı cırılırsa, bu deməkdir boya zədələnmir. Yəni divar kağızı sadə bir yuyulma ilə cırılmır. Yəni onun sadə bir hissəsini yumaqla biz onu zədələyə bilmərik. Çünki onların üst təbəqəsi zərbəyə davamlı, hətta antivandal dediyimiz tərkibdə olurlar. Onlar tam yuyula bilənliyi təmin eləyir. Divar kağızının üstün cəhəti ondan ibarətdir ki, birinci məsələ elə müəyyən bir hissəsi cırılıbsa, sadəcə həmin hissəni dəyişirsiniz. Bütün divara dəyişməyə ehtiyac yoxdur. Aha. Divar kağızının üstün cəhəti ondadır ki, o otağa istilik verir. Divar kağızının üstün cəhəti ondadır ki, o bəzəklidir. Deyəlim ki, biz divara boya eləyiriksə, biz interyeri tamamlamalıyıq aksesuarlarla, amma divar kağızına buna ehtiyac yoxdur. Divar kağızı özü bir interyerdir, özü bir aksesuardır, belə deyəlim. İndi bəlkə də izləyicilər arasında kimsə seçim eləmək istəyir, onlara bir istiqamət vermək üçün mən bu sualları verirəm. Və həmkarımın dediyinə əlavə olaraq bildirim ki, boyaların çeşidləri arasında dekorativ deyilən bir boyalar da var. Aha. Yəni bu həmən deyəlim ki, rəngarəngliyi sevən, Bəli. müxtəlif fakturalı
divarda olan görüntünü sevən müştərilərimiz üçün biz təbii ki, onları da unutmuruq. Dekorativ boyalarımız da var, stoklarımızda. Bu son zamanlar dəb halına gələn bildiyiniz kimi sədəf boyalardır, bulud effekti verir. O qumlu boyalardır, müəyyən orada xrustal dənəcikləri var tərkibində. Deyərdim ki, divara baxdıqda sanki bir aboy təəssüratı bağışlayır. Amma bu nəticədə boyadır, divar kağızı deyil. Və həmçinin də boyanın mənə görə bir üstünlüyü odur ki, təmirdə qısa zaman ərzində, deyək ki, sən təmirə tez köçməlisən, qısa zaman ərzində sən divarı boyayıb, belə deyək də, mənzilə yığışa bilirsən. Zaman orada çox itirmirik. Zaman itirmirik, bəli. Yəni, çünki boyanma prosesi bir o qədər vaxt almır. Dediyim kimi, divarlar əgər yaxşı vəziyyətdədirsə, belə deyək, ustaya ehtiyac yoxdursa, onun evin sahibi özü divarı boyaya bilər rahatlıqla. Amma divar kağızında müəyyən məqamlar var ki, burada usta mütləqdir. Çünki ölçü, biçi, kəsim, doğrama bu kimi şərtlər də var. Bəs xərci məsələsinə toxunsam, xərc məsələsinə. İndi orada divar kağızlarının növləri var. Boyanın da, məhsulların da markaları var, brend markaları var ki, qiymətə təsir edən amillərdir bunlar. Amma ümumi belə götürəndə daha çox hansı xərclik sayılır? Divar kağızları yoxsa boyaların seçimində? Buyursun. Şahin bəy. Zənnimcə divar kağızı daha ucuz başa gəlir. Nəyə görə? Bu da bir üstünlükdür. Çünki birinci növbədə biz boyanı vururuq divara, bu bitmir. Bir şey nəzərə almaq lazımdır ki, sonradan əmələ gələn mikroçatların qarşısını almaq üçün biz mütləq şəkildə boyana bilən divar kağızı vurmalıyıq. Bu divar kağızını artıq tətbiq eləyirik. Bu bir usta əziyyət haqqısı, ustanın bir əmək haqqısı deyəlim. İkincisi boyanın tətbiqi, onun ikinci ustanın əmək haqqısı. Amma divar kağızını elə deyil. Sadəcə divar kağızını tətbiq edirsiniz, bitdi, getdi. Yəni onun alt təbəqəsi, üst təbəqəsi, astarı, üzü belə bir anlayış yoxdur. Divar kağızı. Divarın eybini gizlədir. Divarın ideal olmağına ehtiyac yoxdur. Bu divar kağızının bir müsbəti də belə götürəndə. Bəli. Amma boya onda belə anlayıram ki, daha xərclidir. Xərcli deməzdim, dediyim kimi. Əgər təmirə qolvu çirməliyib girmisənsə, xərci düşünməməlisən, keyfiyyəti düşünməlisən ki, sonunda təkrar təmirə məruz qalmasın. Mən boyanın bir üstün cəhətini deyim. Buyurun. Belə deyək də, həmkarım madəm ki, divar kağızının üstünlərini sadalayır, boyada rəng seçimində bildiyiniz kimi məhdudiyyət yoxdur. Bəli. Yəni, belə deyək də, rənglərlə problemi olan müştərilər ki var, hansı ki, çox həssasdır rənglərə. Boyada bu problem yoxdur. Yəni, məhdudiyyət yoxdur. Boyadı, deyək ki, sabah xoşu gəlmədi, rəngin dəyişdi. Və yaxud bir hissəni bir rənglə boyadı, digər hissəni ayrı bir rənglə boyadı. Bu üstünlükləri... Bu divar kağızında yoxdur ki, belə bir şey, yəni... Rəng baxımından, yəni boyada olan seçim, rəng seçimi, kolorant seçimi. Bəli. Daha çeşid bolluğu var yəni orada. Amma divar kağızında belə bir bolluq yoxdur. Orada da bolluq var, sərhəddə qədər də, müəyyən sərhəddən sonra artıq boya tələb olunur orada. Siz ümumiyyətlə isbatlaşmamısınız? Yox. Biz iş yoldaşıyıq. İş yoldaşlarım. Mehriban iş yoldaşlarım da. Sonra mən belə suallar verirəm. Bizim əsas məsələ ondan ibarətdir ki, əgər kimsə təmir tikinti sahəsində bu işlər, bu artıq ərəfədədirsə, mərhələdədirsə, yəni həm boya seçimi, həm divar kağızı seçimində ümumiyyətlə zövqlər də fərqlidir. Yəni bayaq dedik ki, kim hansını istəyirsə onu o tərəfə yönləndirmək olmur onsuz da. Amma biz çalışırıq ki, həm sizə istiqamət verək, həm hansı müsbət, hansı mənfi tərəfləri var, onları məsələn köməkli göstərməyə çalışaq. Belə bir sual versəm sizə ki, ümumiyyətlə məkanın otaqlara görə də, məkanın seçiminə görə, boya məhsulu seçməkmi və yaxud da divar kağızı seçməkmi, hansına daha çox üstünlük verməliyim? Məsələn, ağlıma gələnlər indi mətbəx olsun, qonaq otağı olsun, siz belə bölmüsünüz ki, məsələn, tutaq ki, deyirəm, mətbəxdə boyanın olmağı daha yaxşıdır və yaxud da qonaq otağında divar kağızının olmağı daha yaxşıdır. Bu tərəfdən danışsaq bəs? O prizmadan baxsaq, burada yenə də qeyd etdiyim kimi, birinci növbədə təmir edən şəxsin zövq məsələsi durur. Amma eyni anda mənzildə həm divar kağızı, həm boya istifadə olunmağı belə bir praktika ilə nadir hallarda qarşılaşırıq. Deyək ki, mətbəx eləyir, yuyulan, bilən boya, qonaq otağını eləyir, divar kağızı. Bu praktikada az qarşılanır.
Yəni Amma- ev ümumi boyadırsa hamısı boyadır. Bəli. Hə. Yəni ümumi konsepsiya bizdə boyadırsa, boya sistemi üzərindən gedəcəyik. Yox, əgər divar kağızı üzərindən gediriksə, divar kağızı ilə tamamlamalıyıq. Amma həmkarımın qeyd etdiyi kimi yuyula bilmə məsələsi artıq müasir dövrdə kağızlar üzərində də əl çatan olub. Bəli. Çünki texnologiyaların inkişafı öz töhfəsini bu divar kağızlarına da verib. Həmçinin də o divar kağızının özünün belə hazırlanmağında bir haşiyə çıxıb boyadan istifadə olunur da. Yəni yenə də orada kök boyadır da yəni. kök boyadır bəli. Şahin bəy, hara getsəniz də kök boyadır. Yəni o divar kağızı deyirsiniz amma bir şey vurğulayım. Elə divar kağızları var ki, orada boyadan istifadə olunmuyor. Məsəl üçün bizim sonuncu kolleksiyamız var Terra. Buradan da məlumat üçün bildirim sizə. Terra kolleksiyası dünyada yeganə kolleksiyadır ki, gildən hazırlanır. Gil təbiətdə hansı rənglərdədirsə, deyəlim açıq bej tonlarındadır və yaxud da ki, biraz tünd bej tonlarında, həmin tonlarda elə gilin özü divar kağızının üzərinə vurulub və divar kağızı tam gigiyenik şəkildə, tam ekoloji təmiz. Yəni deyəlim ki, kiminsə həssas xəstəlikləri var, allergik, asma xəstəlikləri var, kəskin. O insanlar üçün tam şəkildə ideal divar kağızlarımız var. Zərrə içində tərkibində rəng və yaxud da konservant yoxdur. Bu məqamı da mən vurğulayacaqdım ki, təhlükəsiz ekologiyaya zərəri olmadan, insan səhhətinə zərəri olmadan, yəni divar kağızları mövcuddur. Bu deməli, məsələn, uşaq otaqları üçün, sonra xəstəxanalar üçün, asması olan xəstələr üçün, ümumən boya sahəsində də eyni şey gözlənilir. Boya sahəsində də var bu yəni. Bəli. Tikurila dünyanın nəhəngi olaraq bu sahə üzrə dünyada birincilərdəndir. Yəni ekoloji baxımından. Məhsullarında istifadə etdiyi xam mal biyo maddələrdən alınır. Yəni tam orqanizmə zərərsiz, zərərli dərəcəsi də yəni olanlarında da 0 minimuma bərabərdir. Yəni hansı ki o mühitdə heç bir belə deyək də narahatçılıq yaratmır. Pərviz bəy, sizin evdə boyadır da yəqin ki evinizdə, yoxsa divar kağızıdır? Mənim evimdə divar kağızı. Divar kağızı? Bəli. Şahin bəy, sizdə? Divar kağızı. Divar kağızı. Niyə sizin ev boya deyil? Mən mənzili alarkən mənzil yeni tikili idi. Bu riski gözə aldım. Ona görə boyadan istifadə etdim. Divar kağızından istifadə etdiniz? Daha doğrusu boyadan. Divar kağızından. Amma bu divar kağızı boyana bilən divar kağızıdır da. Yəni ikisini bir yerdə istifadə eləmişik. Orada nə risklər ola bilər ki? Yəni buradan indi bizdə kimsə yeni ev alırsa, yəni düşünürsünüz ki, təmiri yüksək səviyyədə olmayıb deyə divar kağızı etməyiniz daha yaxşı olar? Siz təmir ağır xərcdir. İndiki dövrdə ələxüsus sən təmir elədikdə gərək daşınasan harasa, kiraya çıxasan. Bu hallar təkrar olmasın deyə təmiri köklü edirsən. Bəli. Köklü etmək üçün də bütün riskləri nəzərə almalısan. Bəli. Burada risk dedikdə biz tikintidə ən böyük risk nə olacaq? Boya sahəsində və divarda mikro çatlar. Bu mikro çatlar da qaçınılmazdır. Yüngül seysmik zonada yaşayırıq, titrəyişlər olur. Yeni tikili binada yükləndikcə, qonşular köçdükcə binanın ağırlıq artır faizi. Və divarda istəsən də, istəməsən də yüngül tük qədər də olsa çatlar yaranır. Bəli. Bu 3 metrdən, 2 metrdən nəzərə çatmır. Amma sən yaxından baxdıqda bunu hiss edirsən. Biz də boyaçı olduğumuza görə bu riski önləmək üçün boyana bilən divar kağızları var. Hansı ki, heç bir görüntüsü yoxdur da. Nə naxışı var, nə belə cizgiləri var üzərində. Tam sadə. Sanki bir divardır da elə. Bəli, sanki divardır. Onu kənardan baxan, müşahidə edən bilmir ki, bura divar kağız vurulub da, birbaşa boya effekti verir. Bəli. Ondan istifadə eləmək bu dediyim az öncə əvvəlində xatırladığım riskləri önləmək üçün. Yuyula bilən və silinə bilən boyalar bayaq da cümlədə işlətdiniz. Onun bir açıqlamasını verək də zəhmət olmasa. Deməli, boyalar yuyula bilən, silinə bilən kateqoriyasına bölsək, yuyula bilən dedikdə biz nəzərdə tuturuq bildiyimiz onu nəm qulluq. Orada nəm əski ilə, müəyyən kimyəvi vasitələrlə, deyək ki, qab yuyan vasitələrdir, olsun digər bir şeylərlə yumaq rahat şəkildə olur. Silinə bilən boyalara gəldikdə isə, bu silinə bilən boyalar ən çox mənzillərdə, tavanlarda istifadə olunur. Hansı tavanlarda yuyulma, belə deyək də, bir o qədər tələb olunmur. Bəli. Silmək sadəcə kifayət eləyir. Müəyyən zamandan bir tozu alınsa, bəs eləyir. Ona görə bu silinmə, yuyulma buradan biz səsləndiririk də. Yəni, yuyula bilən daha praktik yerlər üçün daha davamlı nəticə və sözsüz ki, bunların da qiymət fərqləri var. Yuyula bilənlər silinə bilənlərdən
bahadır. Bu təmir məsələsində sonra əlavə bir sual, bəlkə də izləyicilərin də ağlına bu sual gəldi. Nəmişliyə qarşı olan evlər var ki, nəmişlik var orada. Onun üçün məsələn bir boya mı, ya divar kağızı mı bir tövsiyəniz ola bilər yəqin ki. Var, həll yolları var. Təbii ki, yendirim bu müasir dövrdə bütün problemlərin həll yolları var. Həmçinin də bu nəmişliyin. Onun üçün bizim mağazalar şəbəkəsində xüsusi məhsul gətiririk. Bu nədir? Yüksək sıxılmış köpükdür. Köpükdür 3, 4, 7 milli və 9 milli qalınlıqlarında olur. Həmən bu nəmişlik olan hissələrdə bunu tövsiyə görürük müştərilərə istifadə etməyi. Ondan sonra rahatlıqla üzərindən istəsə boya və yaxud istəsə divar kağızı tətbiq eləyə bilər. İndi bir məsələ var ki, məhsulun keyfiyyətli olması, amma burada önəmli məsələlərdən biri də o ustanın da peşəkarlıq səviyyəsidir. İndi biz bunu bir təmir məsələsindən də keçsək, yəni ustanın etdiyi səhvlər var, yanlışlıqlar var. Usta seçimi düzgün olmalıdır əslində. Çünki məhsulu zaid edə bilər belə götürəndə. Elə məhsulla işləyər ki, heç baxarsan zövq almazsan, yəni əl qabiliyyəti yüksək səviyyədə olmalıdır. O divarın hazırlanma prosesinə toxunsaq bəs, astarın hazırlanması. O peşəkarlıq hər bir sahədə önəmli faktordur. İstər tikintidə, istər qeyri-tikintidə. Yəni siz bir işi mükəmməl görmək istəsə, təbii ki, peşəkarlara müraciət etməlisiniz. Burada peşəkarların işi nədən ibarətdir? Belə deyək də 90 dərəcə divarlar. Çünki əyri divarda boya da göz oxşamayacaq. Bəli. Hər şey sonunda boyanın üzəri ən son vurulan boyadır və yaxud divar kağızı deyə. Bir qüsur çıxanda müştərilər ən çox bizə ünvanlanır. Çünki suallar bizə gəlir ki, niyə belə oldu? O niyəni, yəni ilk öncə təməldə vermək lazım idi. Yəni belə bir şeylərlə çox qarşılaşırıq. Təbii ki, biz də haqlı tərəfimizi izah edirik ki, yəni bu necədirsə, boya da həmən səthə o şəkildə oturub. Ona görə bunun alçı işi görən ustası ideal alçı görülməlidir. Ondan sonra boyaçı da ki, təbii ki, öz işini lazımi şəkildə görsə, heç bir problem yaşanmaz. Problemlərin 90%-nə qarşılaşdığım məsələ olur ki, evə deyəlim pol ustası, parket ustası və ya laminat ustası gəlir, parketi vurur, sonra qayıdır deyir ki, divar kağızını vuraram. Texnikdə, divar kağızını da vuraram, qiyməti ucuz olsun. Ev yəstə deyir, qardaş olsun, ev yox, kvadratı 3 manatdan olsun, gəlsən vur. Və nəticə etibarilə o boyda məhsul zayi olur, gedir. Belə bir sual verim sizə. Çünki bu tikinti məsələlərində adətən usta axtaranda o kvadrat metresinə görə, məsələn, sadə suvağın vurulması, kvadrat metresinə görə adam axtarır. Ustalardan soruşuruq, soraqlayırıq. Məsələn, kvadrat metresinin neçə vursun suvağı? Biri deyir 6 manat, biri deyir 7 manat. Bilirəm ki, ev sahiblərindən bu işi gördürənlər varsa 100% qiymətlər ona maraqlıdır. Siz də kvadrat metrə söhbət elədiniz orada. Divar kağızının kvadrat metresinin vurulması yaxşı ustanın əl işin qiymətini deyə bilərsiniz. Yəqin ki, bazardakı qiymətləri bilirsiniz də. Mən belə bir şey deyim sizə, yəni ustanın əziyyət haqqısını bizi demək məsəl üçün bizə şey olmaz, düşməz. Amma yaxşı ustaları biz normalda yönləndiririk, öz eviyyəsinə danışsın. Çünki evdəki divarlardan çox şey asılıdır. Evdə olan kolonlar, sütunlar, evdə olan rigellər məsələsi var. Bu usta üçün 1-ə 3 əziyyətin artmağı deməkdir. Divarlarda moldinq varsa qiymət tamam fərqli ola bilər. Ramkalar, moldinq dediklərimiz. Mən sadə divarı soruşuram sadəcə. Yəni minimal maksimal qiymət 5 manatdan başlayır. 5 manatdan başlayır. Yəni siz inanın ki, elə divar kağızı var ki, kvadrat metrəsi 25-30 manata vurulur. Bu parça divar kağızlarına aiddir. Yəni o və yaxud da foto divar kağızlarına aiddir. Onların vuruluşu da çox çətindir və material da çox bahalıdır deyə məsuliyyəti də çoxdur. Yəni minimalı kvadratı 5 manatdan başlayır. Divar kağızlarının tətbiqi. Aha, bəs boyada necədir bu məsələ? Boyada fərqlidir. Boya çünki iki istiqamətdə vurulur, iki sahədə. Həm çöl işlərində, həm daxili məkanlarda. Sözsüz ki, daxili məkanların qiyməti çöl işlərinin qiymətindən, eksterjerdən fərqlənir. Bəli. Ona görə tam belə mən net olaraq bir qiymət səsləndirmək bəlkə də düz çıxmaz. Amma ümumən belə deyim 3 manat ətrafı çöl işlərin qiyməti başlayır. 5 manat və yuxarı da içəri işlər. Çünki dediyim kimi çöldə müəyyən ideallıq tələb olunmasa içəridə mütləq şərtdir. Ona görə qiymət fərqi. Bu rəng seçimi də önəmli məsələdir də. İndi adam ola bilər ki, zövqü fərqlidir, kimsə fərqli bir rəng xoşlayır, amma otağın işıqlanması, otağın gözəl görüntüsü, yəni rəng seçimlərində sizə müraciət edənlər var da böyük ehtimal ki, siz nə məsləhət görərsiniz? Məsələn, belə işlərdə siz də istiqamət verirsiniz ki, məsələn, bu rənglər olsa daha yaxşı olar. Ən çox tələbatda olan rənglər hansılardır ümumiyyətlə? Nələri tövsiyə edirsiniz?
Rəng olaraq soyuq rənglər hal-hazırda son 5 ildə trenddədir. Buna hətta deyirlər bu Skandinaviya rəngləri. Aha. Skandinaviya tipli rənglər. O soyuq olduğu da ondan irəli gəlir ki, rənglərin çalarında boza meylliliyi var. Bəli. Yəni deyək ki, istənilən krem rəngi seçir boz üzərindən, mavi seçir boz üzərindən. Bu tövsiyəmiz trenddə olan rənglərdir. Onsuz Tikura şirkəti ilin rənglərini qeyd edir. Aha. Hər ilin özünün top rəngləri olur. Məsələn, bu ilin top rəngi ya soyuq rənglər deyirsiniz, yəni? Hə, yəni belə deyək də bir o şərt deyil o rəngi mütləq vursunlar. Sadəcə belə bir şirkətlərdə belə bir dəb halına gəlib ki, hə, ilin rəngi bu oldu, 2025, 2026. Hər rəngin özünün xüsusiyyətidir. Yenə də son nəticəni müştəri bizə nə dedi, o olur. Son zamanlar belə deyək də dəb halındadır və bunları biz çox dizaynerlərin əl işlərində, memarların əl işlərində görürük ki, mənzilləri dizayn edərkən bir rəng verilir. Və bu da çox yaxşı bir nəticədir. Nə baxımdan? Həm müştəriyə qənaət baxımından. Bəli. Həm də vuran usta tərəfə rahatdır. Çünki sərhədlər yoxdur. Çünki sərhədlər ara kəsmələr müəyyən vaxt alır, zaman alır. Ustanın zamanını aldığı kimi müştəriyə də əlavə xərclər yaradır. İndi siz bu sayın adamlarsınız deyə ən incə məqama qədər bilirsiniz də. Amma kimsə boya və yaxud da divar kağızı seçimi edirsə, nəyə üstünlük verir? Məsələn, yaxınlaşır sizin mağazaya, orada istədiyi bir qiymətlərlə tanış olur. Yəni buradan kimsə seçim eləyirsə, onlar nəyə fikir verməlidir deyə mən sizə sual yönləndirsəm, nəyə araşdırsınlar, nəyə diqqət eləsinlər, hansı sualları məsələn verməlidirlər, bir sertifikatı varmı məhsulun, zəmanət məsələlərinə məsələn toxunmalıdırlar ki, nə qədər zəmanət verirsiniz? Mütləq şəkildə divar kağızı seçən zaman və yaxud da almağa gedən zaman araşdırsınlar ki, bu divar kağızının mənşəyi haradır, tərkibi nədir? Yəni bazarda inanın ki, elə bir divar kağızları var ki, yəni onlar insan sağlamlığına ziyandır. Sadəcə fikirləşmirik, deyirik ki, yəni divarda qəşəng görsənsin, mənə nə lazımdır, qoy parıldasın. O yanaşma heç düzgün deyil. Çünki divar kağızlarının üzərində bizim məsəl üçün Marburqun divar kağızlarının üzərində etiket var, keyfiyyət sertifikatları. Hansı ki, onların içindən biri RAL sertifikatıdır, o Avropa brendlərinə məxsus olan sertifikatdır. O sertifikat da o halda verilir ki, bu divar kağızının tərkibində heç bir kanserogen maddə yoxdur, heç bir uçan metal yoxdur. Yəni, biz bu divar kağızını aldıq, vurduq divara, bununla bitmir. Siz nəzərə alın ki, həmin yataq otağında sizin uşağınız səhərə qədər nəfəs alır və divar kağızı vurmaqla o divarda qalmır. Çünki çöldəki hava temperatur dəyişikliyi, kondensasiya məsələləri ilə içəridə divar kağızının özündən o maddələr ayrılır və həmin maddələr birdən-birə yox, illərlə müəyyən xəstəlikləri gətirib çıxarda bilər. Sizdən məhsula zəmanət istəyənlər olur da, yəqin ki, düzdürmü? Təbii ki. Məsələn, boyanın indi nə qədər uzun ömürlü olması və yaxud da divar kağızının nə qədər uzun ömürlü olması, rənginin solması, məsələn deyirəm. Onlar hamısı boyanın üzərindəki spesifikasiyada qeyd olunur. Yəni tək mən gəldim bir banka boya aldım, deyək ki, mən 25 il zəmanət aldım, belə bir şey olmur. Aha. Çünki bu 25 illik zəmanət bu boyadan öncə görülən işlərdən asılıdır. Bayaq qeyd etdiyim kimi, keyfiyyətli usta, keyfiyyətli astar qatı, keyfiyyətli bunun vurulan rulosu. Yəni bunların hamısı şərtdir. Yəni bir boyanı almaqla, yəni sanki hər şey bitmiş deyil. Yəni bunlar kompleks şəkildə, bəli, biz müştərilərə bildiririk ki, boya istehsalçının tövsiyəsi budur ki, boyadan öncə filan işlər görülsün və boya da orada eksploatasiya müddətini 25 il, 20 il baxırdı. İndi hər boyanın öz istifadə müddəti. O divar kağızlarının sonra olur ki, kimsə o divar kağızlarını dəyişdirmək istəyəndə bu biraz çətin proseslərdən biri sayılır da, düzdürmü? Divar kağızını o divardan qopartmaq, sonra onu yeniləmək məsələləri, hətta zədələnmə halları olur. Belə bir hallarla müraciət eləyənlər olurdu. Mən ətrafından eşidirdim bunu. Bu da yəni ki, divar kağızının keyfiyyətsizliyi ilə bağlı olan bir şeylərdir, yoxsa necə? Yox, bir məsələ var ki, divar kağızına düzgün qulluq eləmək lazımdır. Deyəlim ki, nəmişlik ərazidə, məsəl üçün deyəlim, çöldən nəmişlik verirsə və içəridə divar kağızı qaralırsa və yaxud da ki, birləşmə xətlərindən aralanırsa, bu divar kağızının problemi deyil. Bu, nəmişliyin problemidir, hansı ki, bunu əvvəlcədən qarşısını almaq lazım idi. Yəni, düzgün istifadə zamanı heç bir problem olası deyil. Amma qaldı ki, tətbiq zamanı biz düzgün yapışdırıcıdan istifadə eləmək lazımdır. Divar kağızlarının bir nüansı var ki, tətbiq edəndən 3 gün, 4 gün sonra artıq nə varsa nəticə odur. Bu nəticə dəyişilə bilməz 3 aydan, 5 aydan, 6 aydan sonra. Bəzən olur ki, bu boya zamanı rulo izi qalır divarda. Bu da problemlərdən biridir. Kimsə özü
belə deyək də, peşəkar usta deyil, amma deyir ki, evin divarlarını özüm rəngləyim və rulo izləri qalır. Bunun qalma səbəbi nə ilə bağlı ola bilər? O müxtəlif peşəkarlıqla bağlıdır, yoxsa ümumiyyətlə rulonun seçimi də ola bilər? Peşəkarlıq sözsüz rol oynayır, amma qeyri-peşəkar adamlarda da bu halla qarşılaşarsa, bu müəyyən variantlar var, müxtəlif variantlar var daha doğrusu. Burada ən başlıca faktorlardan biri suyun, yəni bizim boyalara su qatılır da, yəni su tərkibli olduğuna görə suyun həddinin artıq qatılmağıdır. Yəni suyun həddinin artıq qatılmağı bu bir faktordur. Rulonun bayaq qeyd etdiyiniz kimi düzgün seçilməməyi, yəni hər boyaya uyğun, yəni divar boyasına uyğun tövsiyə olunan rulonun tükünün uzunluqları var. Yəni deyək ki, 12 sm, 9 sm-dan 18 sm-yə kimi içəri işlərdədir. 18-dən 25-ə qədər, 27-yə qədər çöl işlərdədir. Bəli. Bu da hamarın, səthin hamarlığına asılı olaraq dəyişir. Deyək ki, çöldə nahamar sətlərdir, ona görə tüklər uzun olmalıdır. İçəridə divarlarımız şumal olduğuna görə orada vorslar, tükün uzunluğu uzun olmağa gərək yoxdur. Bəli. Bu ikinci faktor. Üçüncü faktor da o ola bilər ki, otaqda istilik həddindən artıq çoxdur. Yəni rütubət aşağıdır. Yəni bunun hamısını belə deyək də tətbiq edən adam bunlara nəzarət eləsə, bu problemlərlə qarşılaşmaz. Divar kağızlarının növləri var əslində. Vinil var, sonra filizelin var, səhv etmirəmsə, düzdürmü? Bəli. Kağız əsaslı var, divar kağızları. Onları bir açaq, bir məlumat verək onlarla bağlı. Seçim etsək, məsələn, hansına üstünlük verə bilərik? Əslində təyinatına görə dəyişir divar kağızlarının seçimi. Divar kağızları kağız belə deyim tərkiblilər var. Filizilin, yəni parça liflərindən hazırlanır, hansı bildiyimiz pambıq kimi bir şeydir. Filizilin tərkiblilər var, şüşə liflilər var. Sonra təmiz tekstil dediyimiz parçadan ibarət olanlar var və bu gildən dediyimiz hazırlanan divar kağızları var. Yəni təyinatdan görə nəyə nəzərdə tuturam? Deyəlim ki, biz yataq otağına və uşaq otağına vururuqsa, biz mütləq şəkildə bunu tam ekoloji təmizdən vurmalıyıq. Bəli. Bunun üçün də biz filizin əsaslı olmağı və yaxud da kağız olmağı mütləqdir. Amma dözümlülüyünə görə və yaxud da dəhliz hissəyə vururuqsa, mətbəxə vururuqsa, zal otağa vururuqsa, üstünü polivinil xloridi çox olan divar kağızları da vura bilərik. Heç bir fərqi yoxdur. Ümumiyyətlə elə bir zamanədir ki, sosial şəbəkələr üzərində hər kəs istədiyi məhsulu rahat reklam edə bilir. Bu sadə bir şeydir. Bir çəkiliş, indi süni intellektin sayəsində də bir yaxşı video çarxlar hazırlanır. Onu reklama qoymaq da çox asandır. Hər kəsin qarşısına çıxır. Gözəl cümlələr yazmaq da çox rahatdır. Yəni də süni intellekt kömək eləyir. O cümlələrdən kim istəyirsə məhsulunu rahat reklam edə bilir. Əsas məsələ izləyicilərin üzərinə düşəndir ki, onu araşdırın. Efirimizi yavaş-yavaş yekunlaşdırırıq. Bir son sualıma da cavab istəyəcəm sizdən. Divar kağızını çəkdiyimiz zaman ümumiyyətlə divarın nəfəs alması məsələsi var. Bu nə qədər önəmlidir? O çox önəmlidir. Əslində divar kağızı vurulan zaman siz onun etiketkasına baxsaz, üzərində etiketi var, işarələri var və o işarələrdə otağın nəfəs alınma məsələsi var. A+ olur, A olur, B olur. Yəni bu nə qədər yüksək olarsa, bir o qədər ekoloji təmiz və bir o qədər də səhhətimizə yüksək olarsa xeyri var ki, nəinki ziyanı yoxdur. Dəyərli izləyicilər, bugün inşaatçılar verilişində divar kağızları və boyaların düzgün seçimi və təyinatı mövzusunda olduqca faydalı məlumatlar əldə etdik. Unutmayaq ki, düzgün seçilmiş material yalnız gözəl görünüş deyil, həm də uzun ömürlü və keyfiyyətli nəticə deməkdir. Mən sizə keyfiyyətli seçimlər, uğurlu layihələr arzulayıram. Biznes TV-də inşaatçılar verilişində növbəti görüşlərədək. Sağ olun, salamat qalın.